mənim. Samirə olsun salam, döyüş görmüşük qağam. Bir yerdə Qarabağda, çiyin-çiyinə qabaqda xidmət etmişik onla, bu yolu getmişik onla. Ədilov Samir dedi, adını şair dedi. Həmin çətin yürüşdə, 44 gündə döyüşdə çox əziyyət görmüşük, vətən üçün döyüşmüşük. Vardı xeyli xatirə bu qardaşım Samirə, vardı hörmətim mənim, düzdü söhbətim mənim. Barışmadıq zülümdən, qorxmamışıq ölümdən. Bir dənə düz hədəfdə, əmr hansı tərəfdə verilsə fərqi yoxdur, bizdə igiddə çoxdur. Məhv eləyib düşmanı, doğma Azərbaycanı sevib xidmət etmişik, həmişə hörmət etmişik. Bizi tanıyanlar bilir, yəni sınayanlar bilir. Dostluğa möhkəmi biz, düz sözə həmdəmi biz. Samir mənim qağamdır, mənə dəyərli adamdır. Allah var etsin onu, çatdı söhbətin sonu.